Qaldı bizim bir dənə enerji sıxlığımız və paralel ardıcıl birləşmələr. Enerji sıxlığı nə idi? Sıxlıq bilirik ki, vahid həcmə düşən biz sıxlığı rho bərabər m böl v deyirdik ki, məsələn, vahid həcmə düşən kütlə dediyimiz kimi, burada enerji sıxlığı, yazın bura, enerji sıxlığı vahid həcmə düşən enerjidir. Baxın, vahid həcmə düşən enerji sıxlığı adlanır. Enerjimiz, bu bizim kondensatorumuzdur. Kondensatorumuzun demək həcmi orada silindrik formadır da. Sətin sahəsi S, hündürlüyü H olan məsələn bir silindrik bir formalı kondensator götürsək, onun həcmi yerinə biz bura həcmi necə tapa bilərik? S vur D ilə tapa bilərik. Düzdürmü? Onda mənim enerjimdə S bölünsün D ilə yaza bilərəm. Yəni V-nin yerinə S vur D ilə yaza bilərəm. Yaxşı, enerji sıxlığımızın vahidi nədir uşaqlar? Enerji sıxlığımızın vahidi enerjinin həcmə nisbətidir. Joule bölünsün metr kubudur. Aha, indi buyuraq əvvəlki kimi sabit gərginlik mənbəyinə qoşulub və ayrılıb. Qoşulanda nə sabit idi? Qoşulanda U konstantdır, düzdürmü? U konstantdır. Onda enerji sıxlığının düsturu nə olacaq? Enerjinin həcmə nisbəti. Enerjimi yerinə yazacağım. Qoşulduğu üçün SU kvadratı bölünsün 2, bölünsün, həcmin yerinə yazacağım. S vurulsun D. Yaxşı, mən buradan S-ni açıram. Epsilon 0 S U kvadrat bölünsün 2 D vurulsun S şəklində yazsam, bunlar ixtisar gedər qalar. Epsilon 0 U kvadratı bölünsün 2D'nin kvadratı kimi. Bəli, o zaman biz deyirik ki, baxın, bizim enerji sıxlığımız U-dan, üzr istəyirəm, S-dən asılı olmadı. Enerji sıxlığımız D-dən tərs asılı oldu. Kvadratik. İndi deyirik ayrılıb. Aha, onda enerji sıxlığımız necə olacaq? Yenə vahid həcmə düşən enerjidir. Sadəcə bu dəfə ayrıldığı zaman nə sabit edir? Q kvadratı bölünsün, 2S bölünsün, S vur D. 2S düşəcək məxrəcə, Q kvadratı bölünsün, 2 S D vurulsun, S. Bu da Q kvadratı bölünsün, 2 S vur D vurulsun, epsilon 0 S böl D qalxacaq sürətə. D'lərimiz yenə ixtisar gedəcək, qalacaq Q kvadratı bölünsün 2 epsilon 0 S'in kvadratı kimi. Bu dəfə deyirik ki, bizim enerji sıxlığımız D-dən asılı olmadı, S-dən isə avtomatik olaraq tərs asılı oldu. Bu belə. Bizim enerji sıxlığımız yekunlaşdı. İndi keçək paralel ardıcıl proseslərə. Kondensatorumuzun, demək uşaqlar, paralel ardıcıl birləşməsi. Bölək. Bir tərəfə paralel yazaq. Ardıcıl bura yazım. Digər tərəfə paralel yazım. Bəli. Ardıcıl sistem, ardıcıl qoşulma sistemidir. Birinci kondensatorumuzun tutumu, ikinci kondensatorumuzun tutumu S1, S2 formasında onların başlanğıc birləşmə nöqtələridir. Hər zaman bizim voltmetrimiz sistemə paralel qoşulur. Yəni gərginlik, giriş və çıxış hissənin gərginliyini ölçür. Bura U1 desək, burada giriş və çıxış hissənin potensiallar fərqinə U2 desək. Sistem əgər ardıcıl birləşibsə, U ümumini tapmaq istəsək, U1 üstə gəlsin, U2 düsturu ilə tapacağıq. Ardıcıl birləşəndə məhz ümumi gərginlik toplanar. Ancaq yük ardıcıl birləşmələrdə yaddan çıxartmırıq. Birincidən nə qədər yük keçərsə, ikincidən də o qədər yük keçəcək. Yəni bunu unutmursunuz. Q ümumi bərabərdir Q1-ə, o da bərabərdir məhz Q2-yə. Ancaq ardıcıl birləşəndə tutum get-gedər azalar. Yaddan çıxartmayın, ardıcıl birləşəndə tutumlar azalır. Onda 1 bölünsün S ardıcıl bərabərdir. 1 bölünsün S1 plus 1 bölünsün S2 şəklində. Onda ortaq məxrəcə gətirəsi olsaq, S1, S2, S2 plus S1 və S ardıcılın özünü tapası olsaq, çevriləcək S1 vurulsun S2,
C1 üstə gəlinsin, məhz C2 formasında olacaq. Əgər n dənəsi C tutumlu kondensator olsa, yəni eyni tutumlu kondensator olsa, onda C ardıcıl bərabərdir. Elə C bölünsün n də yaza bilərik. Bu rahatdır. Paralel birləşmə nədir? Paralel birləşmə uşaqlar sistem bir-birlərinə paralel birləşir. Paralel birləşib. Sakit olaq. Sistem bir-birinə paralel birləşib. Burada U ümumi konstant olacaq. Səbəb, çünki sistem paralel birləşərsə, nə qədər kondensator birləşirsə birləşsin, ümumi kondensatorun gərginlikləri bir nöqtədən ölçüldüyü üçün bərabər olmuş olur. Fərqi yoxdur. Bura C1 desək, bura C2 desək, buradakı U1, U2 olsa, U ümumi bərabərdir. Baxın, burada çəkə bilərik. Buradakına U2, bax, buradakına biz U1 deyə bilərik. U1, o da bərabərdir U2-yə. Amma yüklər burada toplanılır. Q1 plus Q2-dir. Və bizim tutumlarımıza gəldikdə C paralel bərabərdir. C1 üstə gəl C2. Ona görə də kondensatorlarımız paralel birləşərsə, hər zaman, bəli, hər zaman tutumlar arta-arta gedir uşaqlar. N dənəsi birləşəsi olsa, C paralel bərabərdir. C vurulsun N şəklində yaza bilərik. Uşaqları ən çox çaşdığı məsələ odur ki, paralel və ardıcıl birləşməni bir-birindən ayırt etmək bəzən uşaqlar üçün çətin olur. Onun ən də rahat yolu kəsmə üsuludur uşaqlar. Nə deməkdir kəsmə üsulu? Buna bir diqqətlə baxaq. Əgər biz kondensatorların hər hansısa birisinin yanından kəssək, digərlərinə axım getmirsə, digərlərinə yük axımı yoxdursa, artıq bu sistemin ardıcıl olduğunu göstərir. Buradan qoşulub, amma buradan da qoşulub, orta boşluq gedir. Mütləq bir sistemdə işləməsi üçün iki tərəfdən axım olmalıdır. Bir tərəfdən axım ola bilməz. Mütləq iki tərəfdən axım gedilməlidir uşaqlar. Baxın, kəsdik, getmədi. O zaman sistem ardıcıl birləşir. Əgər bundan birini kəsəsi olsa, fikir verin, yuxarıdan getmir, amma burasına gedə bilər. Və yaxud da ki, bərpa edək, aşağıkını kəsək. Aşağıkına getmir, yuxarıkına gedir. Bu zaman sistem paralel birləşir. Demək, bir də deyirik, kəsdiyimiz zaman tok getmirsə ardıcıldır, tok gedirsə sistem paralel birləşdirilmişdir. Yaxşı, sizinlə də bir neçə nümunələrə də baxaq, yekunlaşdıraq. Məsələn, deyirəm ki, uşaqlar, kondensatorumuzun tutumu, bax, bura bir C1 tutumlu kondensatorumuz olsun, bu olsun 30 piktofaradlıq, digəri C2 bərabərdir 12 piktofaradlıq, C3 bərabərdir 18 piktofaradlıq bir kondensator götürək və ümumi tutumu hesablayaq. Baxın, birinci paraleli sadələşdiririk. Sonra paralellə ardıcıl işinə baxacaq. Birinci bunu sadələşdiririk. Paralel olanda tutumlara nə yazmışıq? Toplanılır. 12 üstə gəl 18 neçə eləyir? 30. Bura 30, onda burada 30. Bunu çox rahatlıqla belə yaza bilərik. 2 dənə qaldı. Bunu da sadələşdiririk. Bura oldu 30 piktofarad. Məhz burada oldu 30 piktofarad. İndi sistem necə birləşib? Bax, bu buna ardıcıl birləşib. Bax, bu buna ardıcıl birləşib. Düzdür. Ardıcıl birləşəndə nə edir? Kondensatorlarımız azalır. Əgər eyni tutumlu kondensatordursa, C ardıcılda demişdik ki, bərabərdir. C böl N də yaza bilərik və ya C ardıcıl bərabərdir. C1 vurur C2 bölünsün, C1 plus C2 də yaza bilərik. Yenə eyni cavab verəcək. 30 bölünsün 2, 2 dənədirsə 2, 5 dənədirsə 5-ə böləcəyik. 30 bölünsün 2 eləyəcək 15 və ya 30 vur 30, 900 bölünsün 30 isə gəl 30, 60-a yenə 15 piktofarad edəcək. Yaxşımı? Fərq etməz uşaqlar. Ona görə də nə qədər mürəkkəb olursa olsun, əvvəlcə sadələşdiririk. Sadələşdirmək üçün budur. Bu yoldan istifadə edək. Qaldı bizim biraz daha mürəkkəb dövrələrimiz ola bilər ki, bunu da adlandırma və ya hərfləndirmə üsulu deyəcəyik ki, o daha rahat və qısa metodlarla çətin məsələləri həll edə biləcəyik. Yəni orada da böyük bir problem yoxdur.